Heç fikirləşmisən ki, son vaxtlar niyə gözlərin tez yorulur, axşamlar yazıları bulanıq görürsən, ya da işığa baxanda gözlərin yanır. Bəlkə də bu sadəcə yaşla bağlı deyil. Gün ərzində telefon, kompüter, televizor gözlərimizin fasiləsiz olaraq çalışır, amma biz onlara nə qədər dəyər veririk? Əslində bir çox insan göz sağlamlığını qorumağın yalnız eynək taxmaqdan ibarət olduğunu düşünür. Amma bu belə deyil. Elə qidalar var ki, onlar gözləri içərdən qidalandırır, yorğunluğu azaldır və görməni gücləndirir. Və ən maraqlısı odur ki, bu qidaların bəzilərini çox az adam tanıyır. Bugünkü videoda məhz bu az bilinən amma möcüzəvi təsiri olan qidalardan danışacağıq. Diqqətlə izləməyə davam et. Çünki bəlkə də ilk dəfə eşidəcəyin qidalar olacaq. Qida 1. Kəkliyotu yağı. Gözlərimizin sağlam qalması üçün təkcə görmə testləri və eynəklər kifayət deyil. Onları içərdən də qorumaq lazımdır. Bu baxımdan çox insanın bilmədiyi, amma çox faydalı olan bir qida var. Kəkliyotu yağı. Kəkliyotu yağı qədimdən bəri xalq təbabətində istifadə olunub, amma çox az adam onun gözlər üçün də faydalı olduğunu bilir. Bu yağın tərkibində göz yorğunluğunu azaldan və gözləri quru havadan, tozdan, işıqdan qoruyan maddələr var. Əgər gün ərzində telefon, kompüterə çox baxırsansa, axşama doğru gözlərin yanırsa və ya tez-tez qızarırsa, bu yağ sənə kömək edə bilər. Kəkliyotu yağı bədəndəki iltihabı azaldır və qan dövranını yaxşılaşdırır. Bu da gözlərə daha çox qida və oksigen getməsinə deməkdir. Nəticədə göz hüceyrələri güclənir və daha sağlam qalır. Onu necə istifadə etməli? Çox sadə. Gündə bir dəfə səhər yeməyindən sonra bir çay qaşığı qatığın içinə qarışdırıb içmək kifayətdir. İstəsən biraz su ilə də qarışdırıb qəbul edə bilərsən. Əlbəttə, hər şeydə olduğu kimi bunda da davamlılıq vacibdir. Kəkliyotu yağını müntəzəm istifadə etdikdə gözlərdəki fərqi bir neçə həftəyə hiss edəcəksən. Qida 2. Qoz. Hər gün qarşımızdan keçən, amma dəyərini çox da bilmədiyimiz bir qida var. Qoz. Bəli, sadə görünür, amma göz sağlamlığı üçün əsl möcüzədir. Qozun içində olan faydalı yağlar, xüsusilə də beyinə və gözə qidalanma verən maddələr, görmə qabiliyyətinin qorumasına kömək edir. Əgər gün ərzində gözlərində quruluq, yanma və ya bulanıq görmə hiss edirsənsə, səbəb bəzən sadəcə gözün kifayət qədər qidalanmaması ola bilər. Qoz bu problemi təbii yolla həll edir. Gündə 3-4 ədəd qoz yemək göz torluq inşasının qorunmasına və hüceyrələrin yenilənməsinə kömək edir. Bu isə təkcə yaxşı görmə deyil, eyni zamanda yaşlandıqca yaranan görmə zəifləməsinin qarşısını almaq deməkdir. Qoz həm də göz təzyiqini balansda saxlamağa kömək edir. Xüsusilə kompüterdə uzun saatlar işləyənlər üçün bu çox vacibdir. Ən gözəl tərəfi isə budur ki, qoz hər kəs üçün əlçatan və təbii bir qidadır. Səhər yeməklərində, salatlarda və ya sadəcə çiğ şəkildə yeyə bilər. Daimi istifadə edildikdə gözlərin daha az yorulduğunu və daha rahat görməyə başladığını özün hiss edəcəksən. Qida 3. Gicitkən. Bəzilərimiz üçün sadəcə çöldə gördüyümüz bir ot kimi görünə bilər. Amma gicitkən əslində gözlər üçün təbii bir dəstəkdir. Uşaqlıqdan bəri əl vurma, yandırar dediyimiz bu bitkinin əslində bədənə və xüsusilə də gözlərə necə faydalı olduğunu çox az adam bilir. Gizitkən bitkisi göz sağlamlığı üçün vacib olan maddələrlə zəngindir. Onun tərkibində A vitamini var. Bu vitamin gözləri normal görməsi üçün ən əsas maddələrdən biridir. Eyni zamanda orqanizmdəki zərərli maddələrin atılmasına kömək edir. Bu isə göz hüceyrələrinin təmiz və sağlam qalmasına şərait yaradır. Əgər gözlərinizdə tez-tez yorğunluq hiss edirsənsə, kompüterdən sonra bulanıq görürsənsə və ya günün sonunda gözlərin ağırlaşırsa, gizitkən bu halların azalmasına yardımcı ola bilər. Onu dəmləyib çay kimi içə bilərsən. Həftədə 3-4 dəfə istifadə etmək kifayətdir. Bəziləri gizitkəni yeməklərdə də əlavə edir. Məsələn, plovun içində və ya qutab şəklində əsas odur ki, bu bitkinin düzgün və müntəzəm istifadə edəsən. Bir müddət sonra gözlərindəki yüngülləşməni daha parlaq və təmiz görməni özün hiss edəcəksən. Qida 4. Nar dənəsi. Nar təkcə dadlı və şirin meyvə deyil, həm də gözlərimiz üçün çox qiymətli bir qidadır. Çoxumuz narı immunitet üçün faydalı bilirik, amma onun göz sağlamlığına təsirini çox az adam danışır. Əslində nar dənələri gözlərə gedən qan axını yaxşılaşdırır və görmənin aydın qalmasına kömək edir.
Gözlərimizin içindəki hüceyrələr daimi qidalanmağa və oksigenə ehtiyac duyur. Əgər qan dövranı zəifdirsə, bu hüceyrələr vaxtında qidalanmır və zamanla zəifləyir. Nar isə qan dövranını gücləndirir və gözə gedən damarlarda tıxanmanın qarşısını alır. Bu da daha sağlam və gümrah görmə deməkdir. Bundan əlavə, nar dənələrinin tərkibində olan təbii maddələr göz torlu qişasının sərbəst radikalardan qoruyur. Nəticədə telefon və kompüter kimi ekranlardan gələn işığın gözə vurduğu zərəri azaldır. Gündə yarım stəkan təzə nar dənəsi yemək kifayətdir. İstəsən qatıqla qarışdırıb yeyə bilərsən, ya da sadəcə belə qəbul edə bilərsən. Əsas odur ki, mütəmadi istifadə edəsən, qısa müddətdə gözlərinizin daha az yorulduğunu və daha parlaq gördüyünü fərq edəcəksən. Qida 5. Toyuq ciyəri. Toyuq ciyəri bəlkə də çoxumuzun gündəlik menyusunda yer almır. Amma əslində bu sadə və əlçatan qida göz sağlamlığı üçün inanılmaz faydalıdır. Xüsusilə də görməni gücləndirmək və göz quruluğunun qarşısını almaq istəyənlər üçün toyuq ciyəri əsl deməkdir. Bu qidanın tərkibində A vitamini olduqca boldur. A vitamini isə gözlər üçün ən vacib vitaminlərdən biridir. Onun çatışmamazlığı zamanı gecə görməsi zəifləyir. Gözlər tez quruyur və parlaq işığa qarşı həssaslıq artır. Toyuq ciyəri bu problemlərin qarşısını almağa kömək edir. Əgər kompüter və telefon qarşısında çox vaxt keçirirsənsə, gözlərin tez yorulursa və ya qaranlıqda çətin görürsənsə, toyuq ciyərini həftədə 1-2 dəfə yeməklə bu halları azalda bilərsən. Üstəlik bu qida təkcə A vitamini ilə deyil, digər faydalı maddələrlə də zəngindir. Bu da göz hüceyrələrinin yenilənməsinə və görmənin daha uzun müddət aydın qalmasına kömək edir. Sadəcə diqqət etməli olan məqam, onu qızartmadan, qaynadaraq və ya sobada bişirərək yemək daha faydalıdır. Daimi istifadədə gözlərindəki rahatlığı özün hiss edəcəksən. Qida 6. Qırmızı turp. Qırmızı turp süfrəmizdə tez-tez görünsə də, onun gözlər üçün nə qədər faydalı olduğunu çoxumuz bilmirik. Adi bir tərəvəz kimi qəbul etdiyimiz bu qida, əslində gözlərin təmiz və parlaq qalması üçün güclü bir vasitədir. Qırmızı turpun tərkibində C vitamini, lif və gözlər üçün faydalı olan təbii maddələr var. Bu maddələr göz torlu qişasını zədələnmədən qoruyur, gözlərə gedən qan axını gücləndirir və hüceyrələrin sağlam qalmasını təmin edir. Xüsusilə yaş artdıqca görmənin zəifləməsinin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, qırmızı turp bədəndəki artıq toksinlərin atılmasına kömək edir. Bu da gözlərdə yaranan ağırlıq, bulanıqlıq və qızartı kimi halların azalmasına səbəb olur. Əgər gün ərzində gözlərin tez yorulursa və ya axşama doğru görmən bulanıqlaşırsa, qırmızı turp sənin köməyinə çata bilər. Ən yaxşısı onu çiğ şəkildə salatlara əlavə etmək və ya yeməklərin yanında yeməkdir. Gün ərzində bir orta boy turp kifayət edir. Qısa müddət sonra gözlərinizin daha aydın və dinc görməyə başladığını fərq edəcəksiniz. Gözlərimiz hər gün bizim üçün minlərlə görüntü daşıyır, amma biz onları çox vaxt unuduruq. Bu videoda tanımadığımız, amma çox faydalı olan qidalarla gözlərimizi necə qorumağın mümkün olduğunu öyrəndik. Əgər göz sağlamlığını itirmədən qorumaq istəyirsənsə, bu qidaları həyatına daxil etməyə başla. Səndən tək bir xahişim var. Əgər bu video sənin üçün faydalı oldusa, onu bəyən və dostlarınla paylaş. Daha çox bu tip məlumatlar üçün kanala abunə olmağı da unutma. Gözlərin dəyərini bil.